Mavi gözünde ulduzlar yatar, birce bakışla günü oyadar. Gel bakışınla baharı qaytar, quşlar qayıtsın, qoy qatar qatar. Qulağa sözümə şəhərin mərkəzindən bura məsafə hardasa 50 kilometr. Təxmini belə normal sürməklə harca 1 saata gələ bilərsiniz şəhərdən. The same sort of like, you know, couple of year processes and make sure that Piyada getməliyik. Yox. Bilet alacağım. Hay Canatan. Ne baba elini üstüne koydu? Sağ ol eləyir ki, bizə yaxşı yolda yəni. Askerler kimi koydu? Sağ askerlər kimi. Yox, necə qutardı? Gözə dayıdan soruşaq. Dayı, salam aleykum. Yorulmayasınız. Oradan dedilər, gedin orada sizi başa salacaqlar, nə etmək lazımdır? Hara getmək istəyirsiniz? Biz buradan getmək istəyirik. Bilet lazımdır sizə? Ya, bilet lazımdır. Bax, sağla bıraxacağım səni. Buradan gedəcəm. Sağdan sola. Aha, yazıdan sola. Hə, 2 kilometr yarım maşınla. Aha. Orada taxtı bastırılıb, mətn çəkilir. Maşını saxlayırsınız orada, oradan sonra 2 kilometr piyada. Tamam. Oldu. Çox sağ ol dayı. Ata. Dayan da. oh, they got kite surfing over here. Çox sağ olun dayı. It's for the paratracking. Yeah, paragliding. Yeah. Not gliding. That's called paratrike. Paratracking. Yeah, paratriking flight. Yeah. That's cool. By the way, that's business friend of mine. What, the guy we were just talking to? No. He does the the paratracking. guy doing the para Yeah. stuff. There's an Instagram page if you ever want to try Skywalk Azerbaijan. Skywalk, I'll look it up, man. Yeah. Remind me on the way home over that. Skywalk Azerbaijan. My wife has done that. Yeah? But paragliding in South Africa, I did it from the top of Table Mountain in Cape Town, South Africa. Okay. Jumped off of a mountain and flew down. My wife and kids did it. I did not. I went hiking instead. Deməli, 6 kilometr birinci sürüşdən sonra orada yenidən sizlə söhbət edirlər ki, yəni siz maşınla getmək istəyirsiniz, yoxsa yox. Əlavə olaraq 2 kilometr də maşınla gedə bilirik. Amma ən axırıncı, ən sonda olan 2 kilometr yarımı isə piyada gedəcəyik. Deməli, maşınla 8 kilometr gəldikdən sonra təxmini 8 kilometr. Axırıncı hissəni, hansı ki bu şah dili yaşıl keçid yazılıb, buradan o tərəfi piyada getməli olacağıq. Təxminən 2 kilometr. Dümdüz yoldur, heç bir çətinlik yoxdur. Ərazinin də sxemasını göstərmək istəyirəm sizə. Deməli, burada da belə bir sxema var və məlumat lövhəsi və əlavə olaraq burada da bir sxema var. Deməli, bura giriş nöqtəsidir. Buradan 6 kilometr gəlirsiniz birinci məntəqəyə. Aradakı dayı bizim üçün şlaqbaum açdı.
Bu ikinci indi hal-hazırda dayandığımız yer və buradan bu tərəfə sonuncu 2 kilometri maşınla girişə icazə yoxdur, yalnız piyada gedə bilərsiniz. Və bir də məlumat üçün deyim, maşının əraziyə girişi üçün adam başı ödənilən 2 manatdan əlavə 1 manat da maşın üçün ödəyirik. Hər maşına 1 manat. Bu yoldaş da bizdən paralel gedir şah dilinə. Çoxdan da deyə görmürəm oraları. Geçsin, gəlsin biraz. Aha. Yol deməli rahat yoldur. Piyada gedirsiniz belə qəşəng havalana. Təmiz dəniz havası ilə. Amma yəqin ki bura gəlmək üçün yəni havada diqqətli olmaq lazımdır. Çünki yağışlı, yağmurlu gündə daha çətin olar buranı getmək deyə düşünürəm. Amma yəni biz gəldiyimiz gün normaldır. Yəni aprel ayının 20'sidir bu günləri. Temperatur da yaxşıdır. Yağışlı falan da yoxdur. Yavaş-yavaş gedirik. Deməli burada olarkən əlavə bir aktivitə ilə məşğul olmaq istəsəz, paratrayk uçuşları həyata keçirilir. Bunun üçün Instagram üzərindən Skywalk Azərbaycan səhifəsi var. Yəni ora müraciət edə bilərsiniz. Aha, getdikcə deməli yol daralır. Solumuzda və sağımızda da artıq dənizdir. Bu da o deməkdir ki, Qartalın burnuna artıq yaxınlaşırıq. Yavaş-yavaş gedirik. Gəlib ucu nöqtəyə çatdıq. O birisi hissəyə keçmək istəyirdim, amma yəni bura biraz dərin görsənir. Dərin deyəndə 1 metr falan olar yəqin ki dərinliyi. Amma yəni burada da üzməyə icazə vermirlər deyə suya girmək istəmirəm ki, sonra nəsə baş ağrısı olmasın. Və orada keçib də yəni görə biləcəyim ekstra heç bir şey yoxdur. Ona görə də elə gəzintimi burada sonlandırıb yavaş-yavaş qayıdıram geriyə. Bu da Şahdili səfərimizin sonu. Deməli, bəzi məlumatları təkrarlamaq istəyirəm. Bəzi yerlərdə qaçırmış ola bilərsiniz. Deməli, Milli Parkın ərazisinə giriş üçün adam başı 2 manatdan bilet üçün pul ödəyirsiniz. 6 yaşına qədər uşaqlara ödəniş alınmır. Deməli, bu ödənişi elədiyiniz, belə deyək də, məntəqədən, yaxud da ki, ofisdən 6 kilometr birinci hissəni və 2 kilometr əlavə hissəni maşınla gələ bilirsiniz. Yol deyərdim ki, kifayət qədər yaxşı vəziyyətdədir. Yəni, sedan maşınla da problemsiz gələ bilərsiniz. Və 8 kilometr təxmini gəldikdən sonra yerdə qalan 2,5 kilometri siz piyada gəlməli olacaqsınız. Çünki artıq həmin hissədən geri qalan hissəyə keçməyə, belə deyək də, maşın yolu yoxdur, oranı bağlayıblar. Bu da düşünürəm, yəqin ki, təbiəti, belə deyək də, bu hissəni təmiz saxlamaq üçün və yaxud da ki, buradakı, belə deyək də, heyvanları falan qorxlamaq üçün nəzərdə tutulub və yaxud da ki, buranı zibillənməyin qarşısını almaq üçün. Aha, deməli, əlavə olaraq ərazini velosipedlə gəzinti edə bilərsiniz. Velosipedi burada kirayələyə bilirsiniz. Saatı 1 manata. Amma bir şey nəzərinizə çatdırım ki, həftə sonları velosiped sürməyə icazə vermirlər. Onu da soruşdum niyəsini. Dedilər ki, həftə sonları daha çox ziyarətçi olur, maşınla falan gəlirlər. Təhlükəsizlik baxımından velosiped sürməyə icazə vermirlər. Deməli, vəhşi heyvanlar, ərazidə heç bir vəhşi heyvanla demək olar ki, qarşılaşmadım. Vəhşi heyvanlar gecə gün batandan sonra daha çox görünür. Yəni, gündüz vaxtı ancaq gördüyünüz kimi qağayları görə bilərsiniz. Bir də aprelin əvvəlləri gəlmiş olsaz, bura flamingoları görə bilərsiniz. Biz bu səfərimizdə deməli, heç bir flamingo falan heç nə görmədik. Bu qədər. Başqa da nəsə məlumat lazım olsa, komment hissədə soruşarsınız. Maksimum cavablandırmağa çalışacağım. Bu vlogu burada sonlandırıram. Hamınıza xoş istirahətlər, hamınıza xoş həftə sonları. İnşallah növbəti vloqlarda görüşənədək. Salam aleykum.